Çıxacam bunun damına falan gələcəm. Deməli dostlar, bina adı Teatro Massimo'dur. Saat şəhərdən 2 euro ödəyib burada gələ bilər. Saat 02:05. Siciliyanın Palermo şəhərindən sizlərə salamlayıram. İndi axtarıram qaldığım ünvanı. Qaldığım ünvan gedirəm. Bron elədiyim evin yərisi bütün kodu mənə yollayıb. Qapıdan içəri girəndə otağın kodunu yollayıb. Çatıram, az qaldı. Deməli çatdıq. Deməli birinci kod. Qapı açıldı. Nəhayət qapını aça bildik. Sizləri Palermo'dan salamlayıram. Palermo yerləşir Siciliyanın. Siciliya bir adadır və bunun bir şəhəri var, Palermo. Oraya gəlmişəm. Axşam indim, yatdım, dincəldim. Bugün gəzməyə çıxacağam. İndi biraz zaftik edim, gəzməyə. Deməli, özüm bir balzaktik sifariş etmişəm. Bir americano, bir tiramisu, bir dənə də sendviç, mozzarella sendviç. Bu sifariş etdiyim otelin səhər yeməyinə aiddir. Otel deyək ki, butikdir. Butikdə sizə kart verirlər, gəlsiniz bura və kartı verirsiniz, sizə zavtırıq verirlər. Palermo küçələri. Deməli, hava limanı enəndə avtobuslar var, şəhərə gəlir. Bu saat 3-ə kimi işləyir. Gətirirsiniz şəhərə 6 euroya. Taksi bahadır. Taksi oradan vururdu şəhərin içərisinə 45 avro. Şəhərin içində belə limonatlar verirlər. Gəlib yolu içə bilərsiniz. Güləşlər. €3 qiyməti. Bir sizdən bölüşüm ki, Roma daha bahadır, çim bura. 50% aşağı qiymətlərdir burada. Yeməklər falan ucuzdur. Bir pizza, burger 10 euro. Məsəl üçün Romada isə 25-30 euro arasında. Deməli dostlar, bina adı Teatro Massimo'dur. Qapısı bağlıdır, amma belə gəlib foto qabağını eləyə bilərsiniz. Gözəl görünüşü var. Gedirəm Palermo Katedral. Oranı gəzməliyəm, çünki birinci növbədə planım budur. Və indi qeyrəm içərisinə girməyə. Qapıdan içəri giririk. Və meydan. Çox gözəldir. Mütləq gəlin buranı görün. İndi çıxacam bunun damına falan gələcəm. Şən yerlər var, gəzməli. Katedralın içərisinə daxil oluram. İçərisi. Mən içəri daxil oldum. 18 euro pul ödəmişəm. İçərini gəzmək üçün və aşağı, yuxarı və dama qalxmaq üçün eyni qaydada 18 euro full paketdir. Orası əgər deyirsiniz ki, mən içərini görmək istəyirəm, 7 euro ödəyirsiniz. Və bu içərisidir. Qırmızı yanı gözləyirsiniz. Qırmızı deyə hamı gözləyir. Yaşıl yandı. Aşağı düşə bilərik. İndi aşağı düşürük.
Getdik. Burada arada insanlar üçün daha yaxşıdır. Aldı. Burada insanlar saxlayırlar. Yuxarı çıxabilir, geri qayıdabilir, tökünə bastım. Canlanlar içəri girəndə. Buradan aşağı düşürəm. Burada içəri plata bilərsiniz, qəpik. Məzarlardır. Antik məzarlar. Burada hansısa din adam yatır. Şəkildə var üstündə. Buradan isə qalxırıq dama daşın arxasından. Balasıya baxmalıyım. Belə xətəpə kənarından 5-6 metre yuxarı qalxmaq lazımdır. Birinci qalxacam. Buradan getirəm dama. Əynizə rahat bir şey giyinin. Marka şorti. Belə şalvarla falan gəlməyin burada, belə deyim. Qəşəng geyinib gəlməyin. Bütün su içində olacaqsınız, bax. Deyirəm sizə. Çıxacam indi onun yuxarısına. Buradan açılan mənzərə. Yes, but as a child the last time. I was super young. I would love to go again, but it's so expensive and tourism. Mütləq gəlin bura girin. Buranı görün. 18 euro ödün. Amma 18 euro dəyər. Siz belə bir mənzərəni görürsünüz. Sizə bir dənə nostalji göstərəcəm, lift. Lift açırıq. Bir dənə qapı içəri açırıq. İçəri girirəm. Qapını bağlayıram. Bu qapıları da bağlayıram. Vururuq.
Ben qalırdım 2-ci mərtəbədə. Qalxırıq 2-ci mərtəbəyə. Belə yavaş-yavaş qalxırıq yuxarı. Qapı açılır. İçəri girirəm. Gedirəm indi yemək yeməyə. İndi baxacağam. Sifariş verəcəm. Where are you from? Azərbaycan. Azərbaycan. Bir harasından Azərbaycanlı tanımır. Azərbaycan. Elə Hindistan deyil. Pizzam gəldi. Dadına baxacağım. Həyatımın ən yerim qapı pizzalarının bir tanəsidir. Mən pizzanı kəşf elədim. Bunların pendirləndir, xəmirləndir, dadındandır, suyundan bilmirəm. Amma bunların pizzaları nömrə birdir. Çox dadlıdır, hansısa. Sərdən yeyə həzz alıram. Deməli, bir pizza, bir su 28 euro. Buradayım. Köftə top aldım. Thank you. Koşkaya otur burada. Koşi. Qəşəngdir. Burada aldım qarpız, yemiş və şəftəli. Dadlıdır. Sabahsızlar olsun. Deməli, bugün yenirəm, bugün gedirəm dənizə. Deməli, buradan avtobus gedir, Üçə, Mondela üçdür. Bura hardasa avtobusdan 30 dəqiqəlik yoldur. Bileti gəlirsiniz, nə verirsiniz, sizə bilet verirlər. Bileti ki, 3 eurodur. Deməli, gəldim Mondela biçə. İndi mən göstərəcəm biçi. Burada gətirib hər kəs yerə atıb dənizə girə bilər, rəsmanlı. Siz pulla da uzana bilərsiniz orada. Orada pulludur. Orada pulsuzdur. Dənizdə dənizin təmizliyini göstərirəm. Pulsuz plaj. Tərədən 2 euro ödəyib burada gələ bilərsiniz. Payla limadan. Arası 35 dəqiqəlik yoldur. Amma maraqlıdır. Deməli dostlar, səhər getdim dənizə tezindən saat 8-də. Dəniz super. Çimdim, qayıtdım, gəldim, yatdım, dincəldim. İndi acmışam. Yemək lazımdır. Baxdım ki, nə yeyə bilərəm. Yaxşı burgerləri var. Burger deyəndə sazı mən gözləmiş olmayır. Gedək görək oranın yeməyə necədir. Deməli, gəldik burgerimizi yeməyə. Bottega Sicula. Palermo. Adı belədir. İndi görək bunlar nə burgeri verirlər. Deməli, burada burgeri var. Göstərmə sizə. Çox maraqlı bir şey var burada. Deməli, burada burger var. Dana burgeri var. Sonra burada var eşek burgeri var. Sonra burada var toyuq. Burada donuz ətindən var. Deməli, bir dənə burger dedim. Dana burger. Dedim ki, bir dənə orada var double burger var. Dedi, double çox böyükdür. Bu deyir, buranın ən yaxşı burgeridir. İndi gəlsəm burgeri mən dadına baxacağam, sizə gözəl təəssüratlarımı bildirəcəm. Bu da sizcə kolasıdır. Dedi ki, burada belə kola verirlər. İndi bunun dadına baxacağım. Yaxşıdır. Limonlu koladır. Amma kolanın dadı az gəlir. Biraz qazlıdır. Biraz sıkılı acılığı var. Amma belə superdir.
Siciliya özəl kola. İzləmədə qalın, bəyənin və kommentdə fikirlərinizi bildirin. İndi gəlsin burger sizə tam şəkildə məlumat verəcəm. Dadı necədir? Deməli, burgerim gəldi. İndi göstərəcəm sizə burgerin. Burgerin gözəlliyi və qoxusu dəhşət dərəcədə yaxşıdır. Buna mənə baxırlar ki, belə. Oradan 2 nəfər gözünü zillib mənə. Biri qızlı, biri arvaddır. Perfecto. Ondan da çörək bombadır. İçində olan əti, salatı. Necəm həyatımda yeni dadlı burger inanmazsınız. Deməli, hesab gəldi 17 euro. İndi pulu verək. Hesabı da verdik. Sicilya küçələri. Burada sağ-sol restoranlar, kafelər. Deməli, içəri girəm indi. Ödəmişəm 10 euro. Ağacın kötüyü belə bir şüşənin içinə gətiriblər. Otaqlar var, onun üçün gəlmişəm. Google'dan araşdırmışdım. Qəşəng otaqları var. Gözəl rəsmlər var. Bir yaşlı otaqda Misirlə bağlı fotolar var idi. 1558-ci çəkilib əlinə. Bu da Siciliyanın marinasıdır. Videomu burada sonlandırıram. Növbəti şəhərdə görüşənədək.